Fonetika bölünməsi üzrə 1-dən 25-ə qədər olan tapşırıqların həllərinə baxacaq. Sözlərin birində səslərin sayı hərflərin sayından çoxdur. Həyat sözü həyat yazılır, həyat da deyilir. Dostluq sözü dostluq formasında. Ailə sözü ailə formasında. Sərbəst olduğu kimi, müəllim olduğu kimi. Səslərin sayı hərflərin sayından çox olduğunu nəzərə alaraq ailə sözü doğru variantdır. Sözlərdə hansında hərflərin sayı səslərin sayından bir vahid azdır deyir artıq. Qayalıq formasında, dalğa olduğu kimi, memar olduğu kimi, müalicə olduğu kimi, amma elimsiz sözündə ortaya isayeti girdiğine göre cevap D variantı. Daha sonra sözlerden birinde seslerin sayı hərflərin sayından çoxdur. Hövsələ olduğu kimi, hökmən olduğu kimi, hökumət olduğu kimi, hörmətli formasında, hökümlü isə ortaya üsaiti girəcək. Cevap D bəndə. Dördüncü tapşırıqda sözlərdən birində səslərin sayı hərflərin sayından çoxdur. Qəsd olduğu kimi qalır, qənd olduğu kimi qalır, dostluq formasında, qəsb olduğu kimi qalır, yəni burada səs dəyişimi baş vermir. Hökümdar sözündə isə ortaya müsaitli girəcək. Ona görə də səslərin sayı hərflərin sayından bir vahid çox olacaq. 5-ci tapşırıqda sözlərdən birində səslərin sayı hərflərin sayına bərabərdir deyir. Burada iki qoşa i. Burada y samitimiz daxil olacaq sözlərə. Ədəbiyyat sözündə y'lardan biri düşəcək, yəni səs azalması baş verəcək, cəmiyyət dəyişməsi. Məhsul sözü isə məhsul yazılır, məhsul deyilir olduğu kimi qalır. Hansı sözlərdə səslər hərflərin sayından bir vahid azdır? Artıq səslərin azlığını bizə deyir. Üstə sözü üstə formasında, qələbə sözü olduğu kimi, vətən sözü olduğu kimi, təbrik formasında, turistlər bu formada olacaq. Turistlər formasında. Ona göre de t burada düşür. Ses azalması hadisesi baş verir. Daha sonra şəkil olduğu kimi qalır. Lüğət olduğu kimi qalır. Dostluq formasında. Deməli, samit azalması olacaq. Sərbəstlik formasında olacaq. Cevap 1, 5, 8, 9. Adiləşmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Adiləşmək sözünün birinci hər zaman fonetik təhlil edərkən sözün tələffüz forması yazılmalıdır. Deməli, səhv istəyir. Vurğu sözün son icazəsindədir. Bəli, adiləşmək formasında. Aynı qanuna tabi deyil. Doğrudur. Daha sonra ilk sait uzun tələffüz olunur. Bəli, adiləşmək. Tərkibində c zincirli samitinin çay qarşılığı vardır. C zincirli samitinin çay qarşılığı ç'dır. Burada da ç samiti yoxdur. Ona görə səhv variant D bəndidir. Biz fonetik təhlil edən zaman sait və samitlərin təhlilini sözün deyilişine əsasən götürürük. Amma heca, vurğu və ahəng qanunu yazılışa əsasən götürüləcək. Bənövşə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Bənövşə sözü əvvəlki illərdə öv birləşmələrində v samiti düşürdü, amma təzə qaydaya əsasən bənövşə sözündə, dovşan sözündə, dovğa, lovğa tipli sözlərdə düşmə hadisəsi yoxdur, səs düşmə hadisəsi yoxdur. Bənövşə olduğu kimi qalır. Səhv fikir təbii ki, variantı tərkibində dodaqlanan sait yoxdur, öz saiti dodaqlanan saitdir. Şərq şünas
sözün fonetik xüsusiyyətləri ilə bağlı bizdən səhv istəyir. Üç hecalı sözdür. Heca dediyimiz kimi yazılışa əsasən götürülür. 1, 2, 3, bəli. Sözdəki q samitinin çay qarşılığı kadır. Sözdə q samiti tələffüzdə şərq şunas formasındadır. Buna görə də biz transkripsiyanı əsas götürdüyümüzə görə burada q samiti yoxdur. Cavab B bəndi. Füzuliyanə. Sözün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir. Ahəng qanunu gözlənilmir. Bəli, doğrudur. Ahəng qanunu gözlənməyib. Həm incə, həm də qalın sait var. 5 hecalı sözdür. Doğrudur. Yazılışda deyilişi fərqlənmir. Füzuliyanə sözündə uzanma hadisəsi var. Ümumiyyətlə, anə-yanə şəkilçisində, şəkilçi sözlərdə, şəkilçinin özündə uzanma var. Yazılışda deyilişi fərqlənmir. Bəli, fərqlənmir. Sözdə sait uzanması fərqlənmə hadisəsi deyil. Sadəcə sait samitdə kəmiyyət və keyfiyyət dəyişməsi varsa fərq hesab oluna bilər. Amma uzanma yazılışla deyilişi, yəni yazılışla deyiliş arasında fərq əmələ gətirmir. Bir uzun tələffüz olunan sait var, xeyr. 2 uzun tələffüz olunan sait var, cavab D bəndi. Məzuniyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edim. Söz zincirlikli samit ilə başlayıb çar samitlə bitir. Məzuniyyət sözü zincirlidir. Çardır. Saitlərdən biri uzun tələffüz olunur. Bəli, məzuniyyət. Sözdə hərf və səslərin sayı bərabər deyil. Çünki iyyət şəkilçisindəki yığlardan biri düşəcək. Doğrudur. Sözdəki 4 samitin qarşılığı vardır. Z, y, d. Baxaq. Sözdəki 3 samitin qarşılığı vardır. Çünki tələffüzdə biri düşür. Cavab D bəndi. Səhmli sözü səhmli formasında tələffüz olunacaq. Ahəng qanunundan tabedir. Həm açıq, həm də qapalı saitlər var. Hər üç hecanın tərkibində incə saitlər var. Zəhmli tələffüzüdür. Zəhmli isə yazılışıdır. Hər üç hecanın tərkibində incə sait var. Biz hecanı yuxarıda qeyd etdiyimiz kimi tələffüzə əsasən yox, yazılışı əsasən götürdüyümüzə görə bu variant səhv variantdır. Yəni sözdə 3 heca yoxdur ki, biz orada incə sait axtaraq. Cavab C bəndi. Vurğu ikinci hecadadır. Bəli, idədir. 3 samitin qarşılığı yoxdur. H, M, L-nın qarşılığı yoxdur. Qayalıq və çiçəklik sözlərinin fonetik xüsusiyyətləri ilə bağlı ortaq fikir deyil. Qayalıq, çiçəklik. Saitlər uzun tələffüz olunmur. Doğrudur. Uzanma hadisəsi yoxdur. Yazılışı ilə tələffüz arasında bir fərqli məqam var. Deyir ki, ortaq fikir deyil. Bir fərqli məqam, 3 fərqli məqam var. Qayalıq sözündə 1, çiçəklik sözündə isə 2 fərqli məqam var. Cavab B bəndi. Ahəng qanunu gözlənilmişdir. Doğrudur. 3 hecalıdır. Doğrudur. Yalnız bir samitin çar qarşılığı yoxdur. Y-nın var, G-nın var. Burada L-nın yoxdur qarşılığı. Burada Ç-ların var. H-lərin var. L-in qarşılığı yoxdur. Hansı sözdə səs və hərflərin sayı bərabərdir? Dialoq. Dialoq sözündə İ-A arasına, İ-A birləşmələrin arasına Y samiti girir. A-inin Y samiti girir. Təəssüf sözündə ələrdən biri tələffüz zamanı düşür. Dostluq sözündə dostluq formasındadır.
cəmiyyət, daha doğrusu bəli, cəmiyyət fərqi var. Şücaət sözü isə olduğu kimi qalır. Bərayət, şücaət tipli sözlərdə tələffüz və yazılış arasında fərq yoxdur. Yenə eyni tipli sual səslərin sayı hərflərin sayından azdır istəyir bu dəfə. Məşhur olduğu kimi qalır, sual olduğu kimi qalır, dövran, təhkiyə. Burada cəmiyyət fərqi yoxdur, amma bəşəriyyət sözündə yıllardan biri tələffüz zamanı düşəcək. Cavab bəndi. Hansı sözdə səslərin sayı hərflərin sayından azdır? Dövrə olduğu kimi qalır, bərabərdir. Rəis sözündə çoxdur. Müayinə sözündə müayinə olduğu kimi qalır. Əl-açıq sözündə isə əl-açıq formasında olduğuna görə cavab debəndə dəhşətli olduğu kimi qalacaq. Mətbəə vurğusuz sonracaqdadır. Mətbəə doğrudur. Yazılışı deyilçi fərqlidir. Doğrudur, çünki əllərdən biri düşəcək, digəri uzanacaq. Qarşılığı olmayan cingiltili samit işlənmişdir. Bəli, hərflər və səslər sadəcə bərabər deyil. Bəli, bərabər deyil. 6 hərf, 5 səs var. 3 eyni sait səs var. Xeyr, 2 eyni sait səs var. Cavab bəndi. Məşğuliyyət sözünün fonetik xüsusiyyətləri. Yenə yıllardan biri düşəcək. 2 açıq, 2 qapalı. 1, 2 qapalı, 2, daha doğrusu 2 açıq, 2 qapalı saitlər var. Yazılış ilə deyiliş fərqlidir, doğrudur. Vurğu 4-cü hecanın üzərindədir, məşğuliyyət. 5 zincirtili samit səs vardı. 1, 2, 3 zincirtili samit ses var burada. Məşğuliyyət sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv istəyir. Y samitindən biri tələffüz zamanı düşəcək. 2 açıq, 2 qapalı, açıq saitlər, qapalı saitlər doğrudur. Yazılışı deyilişi fərqlidir, bəli. Vurğu 4-cü heca üzərindədir, məşğuliyyət. 5 zincirtili samit səs. 1 zincirtili, 2 zincirtili, 3, 4 zincirtili samit səs var. 5-incisi Y yazılışdadır. Bizdə fonetik təhlil zamanı yazılış yox. Tələffüz əsas götürürük. Söz çar samitlə bitir, bəli, T çardır. Daha sonra olmayan sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edim. Olmaya formasında tələffüz olunacaq. Ahəng qanunu gözlənilir. Bəli, qalındılar. 2 açıq sait vardı. Olmaya olduğuna görə o, a qalır. Doğrudur. Vurğu sözün son hecası üzərindədir. Olmaya, xeyr. Vurğu son hecada deyil. Vurğu an üzərindədir. İkinci hecanın üzərindədir. Cavab C bəndi. Samitlərdən yalnız birinin çar qarşılığı vardı. Doğrudur. Çacaxı. 19-cu sual. Olmayan sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikir müəyyən edin. Tələffüzü olmaya formasındadır. Ahəng qanunu gözlənilib. Bəli, hər 3 sait qalındı. 2 açıq sait vardı. O və A tələffüzdə qapalıya keçir. Vurğu sözün son hecası üzərindədir. Olmaya, xeyr, ikinci anın üzərindədir. Üçüncü A-da deyil. Cavab C bəndi. Samitlərdən yalnız birinin çar qarşılığı vardır. Y samitinin. Saitlərdən biri dodaqlanmayan, ikisi dodaqlanandır. Bəli. O və U dodaqlanan, A dodaqlanmayandır. Bucaq ölçən sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edim. Deməli, çar zincirli samit cütlü işlənmişdir.
bucaq ölçəm formasında olacaq. C formasında deyə bilərik. Zincirli samitlə başlanıb, zincirli samitlə də bitir. Bəli, B, N. Daha sonra həm açıq, həm də qapalı sahit vardı. U qapalı, Ə açıq. Q samiti, K samitinin zincirli qarşılığıdır. Bu söz tələffüz zamanı bucaq ölçəm formasında olduğuna görə sözdə Q samiti yoxdur. Ona görə də variant D bəndi. Daha sonra brilyant sözünün fonetik xüsusiyyətləri ilə bağlı düzgün fikri müəyyən edin. Aynı qanunu gözlənilir, səhvdir. İncə, aqalın. Bütün samitlər zincirtilidir, T-çardır. Üçəcəlı sözdür, xeyr, üçəcəlı sözdür. Deyilişi ilə yazılışı fərqlənmir, doğrudur. Necə yazılırsa elə də deyilir. Üzürlü sözü. Üç sait, iki ecə vardır. Hərf və səslərin sayı bərabər deyil. Bəli, 5 hərf, amma 6 səs var. Aynı qanunu gözlənilib. R və L samitlərinin çay qarşılığı yoxdur. Sözdə L samiti, yəni tələffüz zamanı olmadığına görə cavab D bəndi. Meeting sözü kecalı sözdür. Doğrudur. Daha sonra M-N-G yine tələffüz K-ya keçdiyinə görə cavab variantımız B. İ incə qapalı dodaqlanmayan doğrudur. Vurğu ilk ecalın üzərindədir. Meeting doğrudur. Aynı qanunu tabidir. Doğrudur. Munis. Aha. Sözün fonetik xüsusiyyətlərlə bağlı səhv fikri müəyyən edin. Birinci sait səs uzun tələffüz olunur. Doğrudur. İki ecalı sözü doğrudur. Aynı qanunu gözlənilmir. Qalın incə doğrudur. İki samit səsin qarşılığı yoxdur. M və N-nın qarşılığı yoxdur. Sözün yazılışı ilə deyilişi fərqlənir. Xeyr. Munis yazılır. Munis də tələffüz olunur. Küskünlük sözünün fonetik xüsusiyyətləri küskünlük formasında. Çar qarşılığı olmayan samitlər işlənmişdir. Bəli, doğrudur. Daha sonra 3 çar, 3 zincirtili samit işlənmişdir. Doğrudur. Sözdə samit cütlüyü yoxdur. Xeyr, var. Cavab C bəndi, səhv variant. Vurğu sonucu üzərində də küskünlük formasında bəli küskünlük üdədir. Səs və hərflərin sayı bərabərdir. Doğrudur.